ədəddir. Ay sağ ol. İkisi də cüt ədəddir. İkisi də cüt ədəddir. Nəzrim, sən mənə deyirəm, 26-da təhlik neçədir, onluq neçədir? Təklik 6-dır. Afərin. Bəs onluq neçədir? Onluq da 2-dir. Afərin. Yaxşı uşaqlar, indi sizə yaxınlaşaq. Ailə biraz hadisi verir, qulaq asaq görək. Sizlər sakit olun. Sakit olun uşaqlar. Hə. Evet. Nə vardı, nə elədi? Samir'in atası ona 3 kutu piçeni aldı. Bir kutuda 10 tane piçeni var. Bir piçeni Bir kutuda neçə piçeniz var? 10. 10 yox, 8. Hə. Kutudaki piçenlerin pul sayı 8 manattır. Samir'in atası satıcıya 50 manat verdi. Satıcı Samir'in atasına ne kadar pul qaytarmalıdır? En birinci 3 vur 8 24 50 çık 24 beraberdir. 50 çık 24 beraber 26. Satıcı Samir'in atasına 26 manat qaytarmalıdır. Ay sağ ol. Ayla, indi sən 26 haqqında məlumat ver görür. 26 ədədi 2 rəqəmli ədəddir. Onun rəqəmlərinin birinci onluqlarının sayı 6'dır. Təkliklərinin sayı isə 2'dir. Yox, 26 deyir. Ayla, bir də təkrar elə. 6 təklikdir, 2 onluqdur. Birinci mərtəbədə təkliklər yerləşir, ikinci mərtəbədə onluqlar. Afərin, yaxşı. Qızlar salam. Salam. Nə tərəfadınız? Nə tərəf hesabladınız? Yaxşı, 8'i vururuq 3'ə 24 eləyir. 50'den de 20 çıxırıq 30, 30'dan da çıxırıq 4, 26 cavab 26 edir. Yəni siz 26 haqqında mənə bir məlumat verin. 26 2 rəqəmli ədəddir. 6 və 2 rəqəmindən düzəldilib. 6 necə ədəddir? 6 təkcük ədəddir. Neçə mərtəbəlidir? 6 təkliklərdə yerləşir. 2 onluqlarda. Afərin, afərin. Oldu. Toplaşaq, gəlin görün. Yaxşı. İndi axırıncı. Kim özündən deyəndə, bax, belə deyək. Bir dənə, belə deyək. Orada durun, bir 3 qrup. Həzər, durun oradan, 3 qrup elə, 3 qrup elə. Uzağa geçin, və burada yaxınımızda duraq. 3 qrup ayrılın, qruplarımız. Səs eləmə. Geçin siz də bura. Geçin bura belə. Yaxşı uşaqlar. Qulaq asın. Bir əməlli, bir dənə məsələ quraşdırın. Tələsmə. Bir müzakirə eləyin yoldaşlarımızla. Müzakirə eləyin. Uzağa getmə, Dəniz. Getmə uzağa, yaxında dur. Dur burada, Xəzər. Durun burada. Bir dənə məsələ qurun mən. Komandalar tapacaq. Elə məsələ qurun ki, o uşaqları verəsiniz. Lalənin anası. Hazırsınız? Bəli. İndi toplaşın belə. Komanda ayrı-ayrı dursun. Siz belə durun, siz də belə. Oldu. İndi belə deyək. Axırıncı hissəmizdir, axırıncı tapşırığımızdır. Görək hansı komanda çox yaxşı, düzgün, səliqəli iştirak eləyəcək bu tapşırıqda. Deməli, məsələ vermişdim ki, məsələ hazırlayın. Bir qruplara təqdim eləyəcəksiniz məsələniz. Birinci, Dəniz, sizin hazırladığınız məsələni Xəzərgilin komandası cavabını deyəcək. Xəzər, siz hazırladığınız məsələnin cavabı bu komanda deyəcək. Bu komanda bilməsə, Dəniz, siz cavab verəcəksiniz. Oldu mu? İndi məsələni kim təqdim eləyir? Sən qurmuşsan. Bir görüm. Xəzər, diqqətlə qulaq asın. Siz də qulaq asın. Lalənin anası pazara getdikdə içərisinə 64 peçenye olan qab aldı. O evə getdikdə hər qaba 8 peçenye qoydu. O hər qaba neçə peçenye qoydu? Komanda
Hesaplaya bilərsiniz. 64'ü bölürük 8'e beraber 8. Hə, 8 burada nədir? Cevap anası, Lale'nin anası her kaba 8 tane şeyi koydu. Peçeniyə qoydu. Ay sağ ol. 64 necə ədəddir? Cüt yoxsa tək? Cüt. Cüt ədəddir. Bəs belə deyək, neçə mərtəbəli ədəddir? 2 mərtəbə. İndi siz məsələnizi təqdim edin. Ayxangilin komandasını birazcık aralı durun. Ayxan, siz komandadan keçədiniz. Tələsmə. Bankada 7 kürəcik var. Bankada 70 kürəcik var. Onlardan 16'sı kırmızıdır. Onlardan 16'sı kırmızıdır. Qalanları ise yaşıldır. Bankada neçədən yaşıl kürəcik var? Deməli. Ayxan, nə qədər kürəcik oldu bankada? Bankada 70. Neçəsi qırmızıdır dedi? 16. 16'sı. Bir neçəsi yaşıldır bəs. İndi hesablayın nə var ki? 70'de 16 çıxır. Bəs necə çıxırsınız? Çıxın görün. 70 çıxılsın 16. Bərabərdir. 70'dən birinci 10'a çıxın neçə qalır? 70'den 10 çıxanda 60. 60'dan da Altını çıxın. 64. 60'dan altına çıxırsınız. 60'dan 54. Aferin. Neçə dənə 54. oldu? 54. 54 dənə. İndi siz məsələnizi təqdim edin. Gəlin.